Fədaya Laçın fotosunu göstərim sizə. Ay, kökəlib. Çox kökəlib Fədaya Laçın. Belə deyərdim, çəkisi artıb da, azalmayıb, hisslənib. Paylaşım idi media hesabında, yəqin Facebookda ya sosial media hesabında, Instagramda paylaşım edib. Çox əsəbi, onun haqqında söz-söhbət gəzir. İnsanlar var da, məsəl üçün, hansısa bir alış-veriş mərkəzində məni tanıyırlar. Sara Səfura, çoxa Səfura deyirlər mənə. Necəsiz, nə var, nə yox. Tez keçirlər müğənnilərdən danışmağa. Gözləyirlər ki, mən də qeybət edəcəm də müğənnilərdən. Deyirəm ki, sözünüz var. Mən başa düşmürəm, sizin başqa probleminiz yoxdur. Tez keçirlər müğənnilərdən danışmağa. Onun əri boşayıb, o filan kəslə gəzir, o kimdənsə uşaq dünyaya gətirir. Deyirəm, xanım, sizin başqa söhbətiniz yoxdur. Məni buna görə saxlamışsınız. Mənim işim, gücüm var. Pulu yoxdur ya, alış-veriş etsin. Amma qeybətləməyə o qədər həvəsi var. Çantanla bir, nə bilim, cüzdanla bir qeybəti var. Fədaya Laçın, əgər kimlərsə mənim haqqımda pis danışırlarsa, onlara inanın və məni rahat buraxın deyə Fədaya Laçın açıqlama verib. Ona görə ki, yazırlar, deyirlər, görəndə soruşurlar da düzürlər. Gedin kimə istəyirsiniz, inanın. Mən sizə deyirəm ki, elə deyil, belədir, siz mənə inanmırsınız. Ona görə gedin deyir, o deyənlərə inanın. Doğrudan da Fədaya xanım belədir. Deyirəm sizə ki, alış-veriş mərkəzində mənə saxlayırlar. Tutaq, elə müğənnidən soruşurlar məndən ki, deyirəm, ay balım, heç mən o müğənnini tanımıram. Ya tanıyıram, çox yaxşı adamdır. Bu qeybəti, bu söhbəti yığışdırın. Məndən bu qədər. Marketlərdə, alış-veriş mərkəzlərində məni saxlayıb, heç bir müğənni məndən soruşmur şəxsi həyatını.